Ayakkabıların dövrü bitirmi? Bir zamanlar hündürdaban ayakkabılar qadınlığın və stilin simvolu hesab olunurdu. Bugün isə qadınlar getdikcə daha çox rahatlığa və praktikliyə üstünlük verirlər. Bəs bunun səbəbi nədir? İlk növbədə müasir həyat tempi öz qaydalarını diktə edir. Böyük şəhərlərin tələsik həyatı, uzun iş saatları və daim hərəkətdə olmaq rahat ayaqqabılara ehtiyac yaradır. Bu rahatlığı isə krasovkalar, loferlər və alçaq tabanlı ayaqqabılar təmin edir. Qadınlar bütün gün ərzində aktiv və məhsuldar ola biləcəkləri ayaqqabıları seçirlər. İkincisi, mədəni dəyişikliklər və feminist hərəkatlar da öz rolunu oynayıb. Hündürdaban ayaqqabıların qadınsı görünmək və ya cəlbedici olmaq üçün yeganə vasitə olması haqqında stereotiplər tədricən keçmişdə qalır. Müasir qadınlar getdikcə daha çox öz fərdliliyinə dəyər verir və cəmiyyətin gözləntilərinə deyil, şəxsi zövqlərinə uyğun üslub seçirlər. Bəs siz hündürdaban ayaqqabıları tez-tez geyinirsiniz? Cavablarınızı şərhlərdə yazın.